Deməli dostlar, insan bu həyatda nə vaxt qorxur və bu qorxunun həqiqi mahiyyətini anlamaq üçün yenə də dünya illüziyasına bir baxış sərgiləməliyik. Bunu etsək əgər biz anlaya bilərik ki, biz həyatımızın ilk qorxusunu nə zaman yaşadıq və həyatımızın ilk qorxusunu yaşadığımız andan etibarən orada bir emosional hal biz sərgilədiyimizə görə, bir emosiya ifraz etdiyimizə görə bu qorxu bizim şuuraltımıza yazıldı, qazıldı və bundan sonraki həyat təcrübəmizdə də biz müəyyən ona sinonimal olaraq bir hallar yaşasaq, bizdə yenə həmin qorxu anında ifraz olunan duyğu ifraz olunacaq. Yəni yenə də biz tədirgin olacağıq, yenə də biz yerimizdə donub qalacağıq, yenə də biz addım ata bilməyəcəyik. Niyə biz bu halı yaşadıq? Kiçik yaşlarımıza bir səyahət eləyək, uşaqlığımıza dönək və həmin anda yaşadığımız həyat hadisələrinə bir baxış sunaq. Görəcəyik ki, misal üçün deyirəm, siz ananızdan icazə almısınız və həyətdə oynayırsınız. Həyətdə oynadığınız anda anidən misal üçün bir it hürdü və yaxud da ki, müəyyən bir bərkdən bir səs eşitdiniz və yaxud da ki, hər hansısa bir fiziki bir zorakılığın şahidi oldunuz və bunu belə deyək ki, müşahidəçisi olduğunuz anda da siz qorxdunuz. Qorxanda sizin emosional bədəniniz təsirləndi həmin haldan və sizin mental bədəninizdə qorxu inancı artıq kod olaraq yazıldı. Və özümüzə baxaq ki, biz niyə həmin anda qorxduq? Əgər biz həmin anda biz anamızla, valideynimizlə, atamızla bir yerdə olsa idik, biz qorxar mıydıq? Təbii ki, yox. Siz ananızla müəyyən bir səyahətə çıxdığınız anda bir it hürərsə, siz ananıza sarılacaqsınız, siz qorxmayacaqsınız. Təşəkkür edirəm, minnətdaram. Deməli, burada biz qorxmağımızın əsas səbəbi bizim həmin anda tək olmağımızdır. Yəni, biz tək ideyə həmin anda qorxu halına bürünürük. Və bundan sonraki yaşamımızda da bizim bioloji yaşımızın artmasına baxmayaraq, biz mənəvi olaraq kiçik qaldığımıza görə müəyyən bir həyat hadisələrində, situasiyalarında yenə biz qorxu halını yaşayırıq. Və bu qorxu halı nədən ibarət olur? Həmin o kiçik yaşlarında bizim emosional bədənimizin zədələnməsindən doğan səbəblərdən irəli gələrək, növbəti həyat dönəmimizdə də o çatlar bir növ biraz da genişlənir, biraz da dərinləşir və biz həm enerjisel olaraq, həm emosional olaraq biz digər dünya illüziyalarına, yəni insan predmetinə oluruq bir növ aludəçi. Bir növ həmin insanlara biz oluruq, lori dildə desək, möhtac. Yəni bizə həmin insanların emosional dəstəyi, gözəl fikirləri, təsdiqləri və yaxud da ki, ən azından bizim yanımızda olmaları çox vacib olur. Çünki əks təqdirdə biz bir yarımçıqlıq hiss edirik, bir tamlaşmayan hal yaşayırıq, narahat oluruq, özümüzlə baş-başa qala bilmirik. Və bunun da əsas səbəbi ondan ibarətdir ki, dostlar, biz enerjisel olaraq bütövləşməmişik. Bizim enerjisel bədənimizdə bir qırılmalar var. Və bu qırılmaların da gedir, kökü çıxır yenə uşaqlığımıza. Təbii ki, qorxular hər biri bir problem ağacının, bir əsas səbəbin alt səbəbləri sayılır. Təşəkkür edirəm hədiyyəyə görə, minnətdaram. Təbii ki, bu qorxuların da bir kökü var. Bu kökü haqqında biraz sonra daha ətraflı şəkildə danışacağıq və biz görürük ki, həyatımıza nəzər salanda bioloji yaşımız artıq biz həmin o bioloji yaşın artması ilə biz qarşılaşdığımız situasiyada itin hürməsindən qorxmuruq. Sadəcə olaraq bir refleksal, bir instinkt üzrə bir fiziki davranış sərgiləyirik. Amma bizim qorxularımız transformasiya olunur. Qorxu sözünün qabağına müəyyən sözlər əlavə olunur. Hansı sözlər əlavə olunur? Bizim qorxu inancımızınmı, halımızınmı qabağına? Onlar əlavə olunur ki, deməli dostlar, biz
həyatımızın müəyyən dönəmində uğursuzluqdan qorxuruq. Biz qorxuruq ki, bir uğursuzluq yaşayaq və yaxud da ki, bir itki yaşayaq, sahib olduğumuzu sandığımız insanların, halların, vəzifələrin, statusların, sosial maskaların və yaxud da ki, itirilməsindən qorxuruq. Və bu itirilmədən qorxmağımızın əsas səbəbi nədən ibarət olur? Çünki biz taxdığımız o maskaya və yaxud da ki, həyat adlı teatrda ifadə etdiyimiz o rola özümüzü o qədər qapdırmışıq ki, biz özümüzü, öz kimliyimizi o qədər o rola həsr etmişik ki, biz onun düşməsindən qorxuruq, biz onun itirilməsindən qorxuruq. Niyə görə qorxuruq? Çünki biz özümüzü tanımırıq, biz özümüzlə baş-başa qalmamışıq, biz hələ bilmirik ki, biz özümüz kimik. Bu, biz özümüz adlı söz birləşməsində olan öz hansı mahiyyəti özündə ehtiva eləyir? Və yaxud da ki, niyə görə biz özümüzü emosional olaraq yarımçıq hiss eləyirik? Niyə biz özümüzü bu dünya adlı səhnədə özümüzü tək hiss eləyirik? Əsas səbəb təbii ki, o təklikdən doğan bir səbəbdir. Və digər sosial maskalar da təbii ki, biz o qorxu instinkti adı altında öz simamıza taxmışıq və rolları ifadə edirik. Və həmin o sosial maskasız halımızı biz rol olaraq bu həyatda oynaya bilmədiyimizə görə və ümumiyyətlə o halımızı biz görə bilmədiyimizə görə bizdə müəyyən bir alt inanc səviyyəsində belə deyək, bir hallar öz əksini tapdığına görə bizdə yaranır qorxu duyğusu. Məsələn, bir insanla biz münasibətdəyik, bir insanla biz emosional bağ qurmuşuq, o insanı düşünürük, o insanla müəyyən bir fikirlərimiz, mental düşüncəmizdə müəyyən bir hallar yaşayırıq, bizim aramızda bir energetik əlaqə var və qorxuruq. Niyə görə qorxuruq? Həmin insanı itirməkdən qorxuruq. Çünki biz elə bilirik ki, biz o insanı itirsək, biz var olmayacaq. Biz elə bilirik ki, biz o insanı itirsək, biz dəyərsizləşəcəyik. Çünki burada bir həm mənimsəmə halından söhbət gedir, həmçinin də burada bir haldan söhbət gedir ki, dostlar, biz təklikdə qalmağı özümüz üçün təhlükəsiz hesab etmirik. Biz özümüzlə baş-başa qala bilmirik. Buna görə də biz həmin insana özümüzü bağlı sanırıq və həyat simulyasiyası necə bir halı bizim ətrafımızda var edir? Biz həmin insanı itiririk. O, həyat simulyasiyası, bu ilahi düzən həmin surəti bizim əlimizdən alır. Niyə görə? Çünki biz aşırı şəkildə ona bağlanmışıq və qorxu vaybını yayırıq. Qorxu vaybının yayılması hansı hal özündə ehtiva edir? Biz hansı vaybı yayırıqsa emosional bədənimizdən və yaxud mental bədənimizdən həmin halı, həmin situasiyanı biz başlayırıq özümüzə çəkməyə və özümüzə çəkərək də biz həmin insanı itiririk, ya o insanın davranışlarından dolayı və yaxud öz davranışlarımızdan dolayı necəsə bir halda biz onu itiririk və burada artıq biz günahkar axtarmağa çalışırıq, ya itirdiyimiz insanı günahlandırırıq və yaxud da ki, bir müddət sonra, bir neçə ildən sonra biz başlayırıq özümüzü günahlandırmağa, amma biz batini bir baxış sərgiləmirik. Biz anlamaq istəmirik ki, niyə mən bu itkini yaşadım? İtkini yaşamağın əsas səbəbi ondan ibarətdir ki, sən illüziyaya sarıldın. Sən illüziyasız özünü təsəvvür edə bilmədin. Təkamülünə bu mane oldu. Yəni, bu insan predmeti, sarıldığın bu status, sarıldığın bu insan, sarıldığın bu ailə üzvü sənin təkamülünü ləngitdi. Təkamülün ləngidən hər bir şey, səni özdən uzaqlaşdıran hər bir şey, hər bir illüzyoner enerji sənin əlindən alınacaq. Bunu %100 əminliklə mən sənə deyə bilərəm. Öz həyatına baxsan da, əgər bu itkini yaşamısansa, bir məna qazandıra biləcəksən. Yox, yaşamamsansa, əmin ol ki, bunu yaşayacaqsan və bu itkinin dadını sən mütləq şəkildə dadacaqsan. Ona görə bu həyatda nədənsə qorxmaq lazım deyil, sahib olduğumuzu sandıqlarımızı itirməkdən qəti şəkildə qorxmaq lazım deyil. Çünki cümlənin özündə də bu hal özünü göstərir ki, biz sahib olduğunu sanırıq. Biz onların sahibi deyilik. Biz sadəcə onların müvəqqəti kirayəçisiyik. Buna görə də qorxu adlı bir duyğu əsasən qurban şuur səviyyəsində olan insanlara xas xarakteri xüsusiyyəti özündə ehtiva edir. Təkcə qurban şuur səviyyəsində yox, həmçində şuur səviyyəsinin 3-cü leveli olan, 3-cü mərtəbəsi, 3-cü pilləsi olan nəzarət şuur səviyyəsində olan insanlara xas xarakteri xüsusiyyətdir ki, insan müəyyən bir
halı, situasiyanı insanı öz nəzarəti altında saxladığını düşünür. Ona elə gəlir ki, bəli, mən həyat hadisələrini dizayn eləyə bilərəm. Mən bu insanı öz əlimdə saxlaya bilərəm. O zaman o bunun üçün bir çaba həsr edir. Amma təbii ki, sən nə qədər çabalasan da, sən küllü kainatı dizayn edəndən heç vaxt üstün ola bilməzsən. O daha gözəl plan qurandır, o hər şeyi gözəl şəkildə dizayn edəndir və dizayn olunan hər bir şey də sənə xidmətdədir. Yəni düşünmə ki, sən bu gün bir itki yaşadın və yaşadığın itki sənə əzabın verilməsi üçün idi və yaxud da ki, səni ağlatmaq üçün idi, səni mental, emosional olaraq zədələmək üçün idi. Yox, bu belə bir hal deyildi. Bu sənin təkamülünə xidmət göstərən bir amil idi. Sən bunu indi anlamırsan. Necə ki, balaca bir uşaq müəyyən bir oyuncaqla oynamağa özünü həsr edir, amma gəlir valideyn deyir ki, ay bala, axı sən dərsdə oxumalısan, sənin axı gələcəyin var, həmişə oyuncaqla oynamaq olmaz, götürür onun əlindəki oyuncağı və yaxud da ki, telefonu əlindən, uşaq həmin anda valideynə qəzəblənir. Deyir ki, niyə görə sən bunu mənim əlimdən aldın? Niyə görə? Həmin anda olan o qəzəb məlumdur ki, bir uşaq baxışıdır və bugün həyat simulyasiyasında itirdiyinizi sandığınız şəxslər və yaxud da ki, itirməkdən qorxduğunuz o insanlar ki var, bax o insanları siz nə qədər ki, itirməkdən qorxacaqsınız, nə qədər ki, bir qorxu duyğusu siz sərgiləyəcəksiniz, həmin insanları, həmin statusu, həmin vəzifəni, həmin maaşı siz itirəcəksiniz, dostlar. Bu mütləq şəkildə belə olacaq. Buna görə də gələcək adlı illüziyanın necə sizin üçün dizayn olunduğunu sadəcə olaraq burada səsləndirilən fikirlərlə bir zehninizə qazıyın. Özünüzdə bir formalaşdırın gələcək adlı illüziyanı ki, bax mən bu insanı hal-hazırda çox sevirəm. Mən hal-hazırda misal üçün sahib olduğum və yaxud sahib olduğumu sandığım bu illüziyaya çox bağlıyam. Mən nə yaşayacağam gələcəkdə? İtki yaşayacağam. Çünki mən itirməkdən qorxuram. Və qorxunun yayacağı vibe daha çox güclüdür. Və qorxunun yayacağı vibe güclü olduğuna görə, onun dalğası daha yuxarı levellara qalxdığına görə, həmin o gələcək adlı qədər matrisasından deyək, sizi qorxuda saxlayacaq, həmin o hadisələri maqnit olaraq çəkir özünə. Çünki, dostlar, simulyasiya hər zaman sizə hə deyir. Dünya illüziyası, dünya oyunu hər zaman sizə hə deyir. O elə bir şəkildə dizayn olunub ki, bax, hə deyir sizə. Siz desəz ki, mən qorxuram, bunu necə deyirsiniz? Siz bunu elə deyirsiniz ki, qorxu vibe'ı yayaraq. Mən istəmirəm. Bu inkardır. Bu inkar cümləsidir. Simulyasiya inkarı anlamır. Simulyasiya hə deyir. Siz inkar cümləsi işlətsəz belə o təsdiq cümləsi kimi bunu qəbul edir. Mən qorxuram. Mən istəmirəm cümləsi mən istəyirəm deməkdir. Mən qorxuram və daimi qorxu vibe'ının içərisində olduğunuza görə sizi qorxu halında saxlayacaq həyat hadisələrlə siz qarşılaşırsınız. Çünki siz mən qorxuram deməklə bilirsinizmi əslində nə deyirsiniz? Siz deyirsiniz ki, mən qorxu duyğusuna aşiqəm, mən qorxu duyğusunda qalmaq istəyirəm və ey gözəl həyat, mənə qorxacağım situasiyaları həyatıma cəmləməkdə köməklik göstər. O da hə deməli olduğuna görə, axı o bir seçim azadlığına sahib deyil sizin kimi. O, Rəbbinin xidmətindədir küllü kainat. Hal-hazırda bu evrən adlanır. Yəni, evrən həmişə hə deyir. Və siz qorxu vibe'ını yaydığınıza görə o hə deyir və siz o nədən qorxursunuzsa, xəstəlikdənmi qorxursunuz, itkidənmi qorxursunuz, yaşamaq istəmədiyiniz həyat hadisəsindənmi qorxursunuz? Baxın, iminli onu. O həyat hadisəsini siz yaşayacaqsınız mütləq şəkildə. Əgər bu dəqiqə o duyğuda qalsaz. Duyğu olaraq qorxu aşağı frekans, aşağı titrəşimdir. Şeytani frekans deyirlər buna. 400 Hz-dən aşağı frekans, aşağı titrəşim olduğuna görə. Və mən aşağı enerjisel mərkəzlərdə titrəşdiyimə görə
Mən qorxu duyğusundan necə qurtula bilərəm? Çox asan dostlar. Qorxu duyğusundan qurtulmaq çox asandır. İlk öncə biz anlamalıyıq ki, bu qorxu duyğusu bizim üçün cəza mexanizmi olaraq tətbiq olunmur. Qorxu duyğusu bir pərdədir. Sadəcə olaraq həmin anda biz nə etməliyik? Biz qorxumuzdan, qorxu duyğusundan, qorxduğumuz situasiyadan, bu haldan qaçmamalıyıq. Biz bu halı qəbul etməliyik şuurlu şəkildə. Niyə görə qəbul etməliyik? Təbii ki, anlamaq üçün. Və biz qorxduğumuz anda sadəcə gözləməliyik. Qorxu vaybını yayaraq yox, zehində fantaziyalar quraraq yox, qaçmağı düşünərək, qaçmaq üçün yol axtararaq yox. Biz necə gözləməliyik? Biz o qorxuya baxaraq, o qorxunu bir növ müşahidə edərək baxmalıyıq. Yəni anlayış sərgiləməliyik. Biz qorxumuzu anlamalıyıq. Anladığımız anda qorxduğumuz o illüzioner mənə biz müəyyən bucaq dairəsindən bir dairə vuraraq baxsaq, görəcəyik ki, qorxu pərdəsinin altında hansı xarakteri xüsusiyyətlər, hansı hallar yatır və mən niyə görə qorxuram? Misal üçün təsəvvür eləyin ki, dünya illüziyası ilə sintezdə deyək. Biz bir qaranlıq otağa daxil olmaqdan qorxuruq. Niyə görə? Çünki orada bir bilinməzlik halı yaşayır. Zehin orada nə olduğunu əvvəl görsə belə, hal-hazırda dünyəvi gözlə o görünmədiyinə görə, orada bir bilinməzlik halı bizdə qorxu duyğusunun ifrazına gətirib çıxardır. Amma biz indi təsəvvür eləyin ki, o qaranlıq otağa daxil olmağa qorxduğumuza görə daxil olmuruq. Necə olacaq bu hal? Təbii ki, qorxu hər zaman bizə hakimliyini daşıyacaq və biz ömrümüz boyu sahib olduğumuz, yaşadığımız evdə o qaranlıq otağa daxil olmayacaq. Hər zaman da qorxacaq. Demək ki, hal-hazırda əgər qorxu duyğusu bizim daxili dünyamızda öz hakimliyini daşıyırsa, biz həmin o qaranlıq otağa daxil olmamışıq. Burada nə etmək lazımdır? Burada sadəcə düşünmək lazımdır. Bax, bu qaranlıq otağın içərisində axı mən bunun müşahidəçisi olmuşdum. Burada nə var idi? Burada mənim əyləşməyim üçün divan, kreslo, yemək yeməyim üçün stol, yerdə xalça və bir lampa var idi. Mənim ora daxil olanda yandırıb otağı işıqlandırmağım üçün. Artıq mən buna bir baxış sərgilədim. Mən bir anlayış sərgilədim öz qorxuma. Artıq mən bunu düşünərək qorxunu müəyyən faiz nisbət dərəcəsində azaltdım. Çünki mənim mental baxışım artıq mənə göstərdi ki, o bilinməzlik içərisində bir bilinənlik var. Sadəcə mən hal-hazırda qorxu duyğusunun təsiri altında o bilinməzlik vaybını o qədər düşmüşəm ki, mən xatırlaya bilmirəm. Əvvəl gördüyüm otağı mən yadıma sala bilmirəm. İndi bunu mən otaq misalında dedim dostlar. Bunu siz öz ətrafınızda olan insanların xarakteri xüsusiyyətlərində də görə bilərsiniz. Hər bir insanın fərqli qorxusu var. Hər bir insanın fərqli qorxusu var. Misal üçün belə deyək, insan deyək ki, xəyanət görməkdən qorxur. Bunun aşağı kök səbəbi nədən ibarət ola bilər dostlar? Niyə görə o xəyanəti özünə rəva bilir və bu xəyanət edilmək halını yaşamaqdan qorxur? Çünki onda bir güvənsizlik var insanlara. Niyə görə? Çünki o insan bu həyatda insanlara güvəndi, insanlara inandı. İnandığı insanlar nə etdi ona? İnanmağını peşman elədi. Xəyanət elədi. Ona görə də bu xarakterik hal onun inancında bir kod olaraq yazıldı ki, insanlara güvənmək təhlükəlidir. O, insanlara güvənməkdə hər zaman təhlükə sezəcək. Niyə görə? Çünki o bir emosional hal yaşadı. Necə bir emosional hal yaşadı? O bir inciklik yaşadı. O insana güvəndi, həmin insan ona bir etibarsız davranış sərgilədi və yaxud da ki, yüklədiyi mahiyyətdən daha aşağı mahiyyətə sahib bir xarakteri xüsusiyyəti, bir davranışı sərgilədi və həmin insanın emosional bədənində bir çatlama yarandı, bir inciklik çatı yarandı. Buna görə də o insanlara eyni maskanı taxır. Məsələn, bir qadın xəyanət görür,
Bütün kişilər xəyanət edir deyərekdən bir maska geyindirir hər bir insana. Bütün insanlara eyni gözdən baxmağı özünə rəva bilir. Buna görə də o münasibət qurmaqda çətinlik çəkir. Buna görə də o insana güvənməkdə çətinlik çəkir. Hətta güvənilir bir insan olsa belə, o insan güvənməkdə çətinlik çəkəcək. Niyə görə? Çünki o yaralıdır, çünki o zədəlidir, çünki onun hələ də ağrısı var. Çünki o hələ də həmin o zədələndiyi anda qaldı. O hələ də onun ağrısını çəkir. Qorxur. Bu qorxu duyğusunun qabağında olan bir sözün o ümumi qorxu duyğusuna bir növ aidiyyatı var. Amma ki, bu sadəcə olaraq yenə deyirəm, qorxu ağacının yarpağıdır. Yəni bu söz inanmaq qorxusu, özgüvənsizlik, tərk edilmə qorxusu, kasıbçılıq qorxusu, pulsuzluq qorxusu, bu kimi xarakterik sözləri, bu kimi sinonimal sözləri biz qorxu sözünün qarşısına yazsaq, bu sadəcə olaraq bizə nəyi göstərəcək? Bizə onu göstərəcək ki, həmin o qorxu ağacının bir növ budağı həmin sözdən ibarətdir. Bəs yaxşı, qorxunun kökündə nə dayanır? Niyə görə biz bu qorxunu və yaxud qorxuları yaşayırıq? Təbii ki, bunun bir səbəbi var, dostlar. Bunun yeganə bir səbəbi var. Bu problemlər ağacının bir kök səbəbi var. Kök səbəbi ondan ibarətdir ki, siz bir üfürülən ruh olaraq, bu cisimə həbs olunan bir ruh olaraq, bu cisimdə təcrübə keçən bir ruh olaraq, sadəcə olaraq mənbədən uzaq düşmüsünüz. Bütün qorxuların səbəbi bundan ibarətdir. Əsas səbəb budur, dostlar. Yerdə qalan səbəblər sadəcə olaraq qorxu ağacının yarpaqlarından, budaqlarından ibarətdir. Yəni, qorxmağınızın səbəbi, canlının əvvəlində də qeyd etdiyim kimi, həmin o uşağın özünü anasından uzaq saymasıdır, uzaq görməsidir. Buna görə o qorxdu. Əgər o anasının yanında olsa və yaxud da ki, anasının onun yanında olduğunu o emosional olaraq, hal olaraq, enerjisel olaraq hiss eləsə, anası ilə rabitəni bərpa etsə, o zaman o heç bir qorxu halını yaşamayacaq. Çünki niyə görə? Burada bir enerjisel alışverişdən də söhbət gedir. Burada bir emosional sağalmadan da söhbət gedir. Burada bir mental sağalmadan da söhbət gedir. Və bu mental sağalma necə baş verir, dostlar? Elə baş verir ki, bax, siz hal-hazırda qorxu duyğusunun içində olduğunuza görə negativ düşünürsünüz. Negativ vibe-a düşdüyünüzə görə negativ düşünürsünüz. Xəstələnəcəm, pis olacaq, kasıb olacam, ac qalacam, döyüləcəm, söyləyəcəm, cəmiyyət tərəfindən qəbul olunmayacam və yaxud da ki, bu kimi milyonlarla xitab, özünüzə xitabən dediyiniz xitablar. Və bütün bu xitablar bizi nə edir? Hər biri bir zəncir olaraq bizi dünya simulyasiyasına bağlı saxlayır. Biz özümüzü orada bağlı görürük və bağlı halı biz hiss edirik. Biz indi bu qorxulardan qurtulmaq üçün əlimizə götürüb bir kəlbətin, təşəkkür edirəm hədiyyəyə görə, minnətdaram. Əlimizə götürüb bir kəlbətin bütün zəncirləri qıraraq ömrümüzü həsr etməli deyilik. Bu mənim qorxumdur, bunun kökündə bir inanc var. Bu mənim qorxumdur, bu mənim uşaqlığımdan qaynaqlanan bir hal idi və uşaqlıqda misal üçün anam, atam mənim üzərimə qışqırdı. Buna görə məndə qorxu yarandı. Baxın, belə hallarla siz vaxt itirərək, sadəcə ömrünüzü tükətərək də o qorxulardan azad ola bilməyəcəksiniz. Bir qorxudan azad olacaqsınız, bir qorxu adlı ağacın yarpağının budağını dərəcəksiniz, o ağac yenə çiçəklənəcək, yenə bir yarpaq inkişafı baş verəcək. Çünki siz sağalmırsınız, siz sadəcə olaraq aldığınız yaranın üzərini sarıyırsınız. İndi o yaranın dərinliyindən asılı olaraq bir sarğı ilə o yara sağala bilərmi? Təbii ki, sağala bilməyəcək. Yəni, burada məsələ nədir? Məsələ odur ki, həmin o çöldə qorxan uşaq anasını səsləməlidir. Anasını səsləməlidir, anası ilə rabitəni bərpa etməlidir, anası ilə arasını düzəltməlidir. Anası onun yanında olsa, o sağalacaq. Yazmışsınız ki, necə sağalmaq olar? Sağalmaq olar, elə olar ki, siz Allahla aranızı düzəltməlisiniz. Allahla
rabitənizi bərpa etməlisiniz. Bu bərpa olandan sonra, bu hal yaranandan sonra sizin enerjisel bədəninizdə sağalma baş verəcək. İlk olaraq görəcəksiniz ki, sizin bulanıq stəkanınız artıq tutulub həmin o krantın altına və ora su daxil olaraq bu stəkanın içində olan palçıq yavaş-yavaş təmizlənir. Yavaş-yavaş görürsünüz ki, siz qorxulardan arınırsınız. Qorxulardan təmizlənirsiniz. Və təmizlənmə prosesi bir müddət davam edir. Düşünməyin ki, mən 40 ildir qorxular əsarətində qalmışam və mən 1 ay, 2 ay onu xatırlayaraq, onu anaraq, öz bədən adlı stəkanımı o ilahi nurun altında, axıntısında tutaraq mən qurtula biləcəm. Yox, siz sadiq olmalısınız. Sadiqlik nədir? Yəni ki, məsələn, təsəvvür edin ki, bir insan, uşaq, belə deyək, necə deyim sizə dostlar ki, siz də daha yaxşı anlayasınız. Bir ehtiyacdan dolayı öz valideyninə ağız açır. Deyir ki, anacan, məsəl üçün, mənim pulum bitdi, mənə bir yardım göstər və bu ananın və yaxud da ki, atanın ona yardım göstərməsi üçün, müasir, belə deyək də, illüzioner sintezdə desək, o vəziyyətdən onu çıxarması üçün müəyyən bir məbləğdə köməklik göstərsin. Və köməklik göstərir, tutaq ki, ana və ata ona bir maddi dəstəyini sunur və o unudur o yaxşılığı. Elə bilir ki, ona ananın və yaxud da ki, atanın verdiyi 3-5 manatla o öz həyatını düzəldə biləcək və başlayır ondan sonra unutmağa. Nəyi unudur və kimi unudur? Təbii ki, Allahla rabitəsini unudur. Əlaqəsini kəsir. Onu anmır, onu xatırlamır, onu səsləmir, ondan istəmir. Elə bilir ki, müvəqqəti düzələn onun həyatı, nizama düşən həyatı belə də davam edəcək. Belə olmur axı. Sənin o valideynindən aldığın borc və yaxud da ki, pul, o bitdi. Sən də işləməyi bacarmırsan, sən də qazanmağı bacarmırsan. Burada necə bir hal olacaq? Möhtaclıq halı olacaq. Və sən əgər bugün sahib olduğun bu qorxudan Allaha sığınaraq, onunla aranı, rabitəni bərpa edərək düzəldirsənsə, qorxudan azad olursansa və azad olandan sonra sən düşünürsənsə ki, mən artıq Allahla aramı, rabitəmi daha xatırlamağıma və yaxud da ki, hər zaman bir növ rabitədə qalmağıma ehtiyac yoxdur, daha mən artıq rahata, azadlığa çıxa bildim və artıq mən onu anmasam da, xatırlamasam da olar deyərəkdən sən uzaqlaşırsansa, ondan dəhşətli, ondan kədərli qorxularla sən lütflənəcəksən. Çünki sənin həqiqi azadlığın yalnızca bir şeydir. Sənin həqiqi azadlığın bu həyatda səni maraqlandıran, sənin diqqətini, nəzərivi, nəfsivi çəkən o şeyləri istəməməyin anda başlayır. Və sən onları istəmədiyin anda artıq sən həqiqi azad olmuş olursan. Həqiqi azadlıq o deməkdir ki, sən bütün qorxularından, narahatlıqlarından qurtuldun. Nə vaxt olur bu qurtuluş? Təbii ki, ona yaxınlaşanda, onunla aranı düzəldəndə. Demək ki, biz anladıq ki, qorxularımız, onların altında yatan inanclar, kodlar, bütün bunları biz cəmləsək belə, təşəkkür edirəm hədiyyəyə görə, minnətdaram. Cəmləsək belə, orada yalnızca bir hal özünü öz-özlüyündə ehtiva edir. Məsafə, uzaqlaşma halı. Bütün bu uzaqlaşma halından doğur bütün qorxular. Və siz o uzaqlaşma halını, yaxınlaşma halına dəyirsəz, o sizə şah damarından yaxın olan Rəbbi öz iliyinizə kimi, öz halınıza kimi, öz emosiyanıza kimi hiss eləməyə çalışsaz və bu yolda qədəm qoysaz, o zaman görəcəksiniz ki, mən heç nədən qorxmuram. Ölümdən belə qorxmuram. Ən böyük qorxu nədir? Ölüm qorxusudur, dostlar. Niyə görə insan ölümdən qorxur? Niyə görə ölüm ağızların dadını qaçırdır? Niyə görə ölüm deyəndə və yaxud da ki, bir insan bu həyatdan köçəndə həmin o məzarlıqda insan o
ölümü görəndə, ölümü xatırlayanda, ona şahid olanda niyə onun tükləri ürpərir? Niyə görə o həmin o anda bütün bu həyatın mənasız olduğunu, bütün yığdıqlarının, bütün sahib olduqlarının, bütün qorxularının və yaxud da ki, belə deyək də, o əlində tutduğunu sandıqlarının belə hər birinin mənasız olduğunu həmin anda anlayır. Niyə? Qorxusundan anlayır. Qorxusundan anlayır. O məzarlığı tərk edəndən sonra o qorxu həmin anda o ölümü görməyi, o ölümü xatırlamağı, ağzının dadını qaçırdan o ölümü müşahidə etməyi artıq hansı hal onda yaşadır? Qorxu halını onda yaşadır. Qorxduğuna görə buraxır o. O qorxduğuna görə buraxır dünyanı. Və sən o ölümü yaşamazdan əvvəl sən ölsən, yəni öz nəfsini, öz egovu sən öldürməyi bacarsan əgər, o zaman sən bu qorxulardan azad olacaqsan. Niyə görə? Çünki sən anlayacaqsan ki, kirayəçi bir insanın sahib olduğu heç nə yoxdur. Bir insan bir şeyi itirmirsə, niyə görə qorxsun? Canını sən itirir. O, sənə verilən kirayədar bir candır. Niyə onu itirməkdən qorxursan? Niyə görə sən sahib olduğun dünya illüziyasını itirməkdən qorxursan? Çünki sən sahiblik elədin. Amma sən o nəfsini arındırsan, nəfsini kamiləyə çatdırsan, Allahla aranı düzəltsən, nəfsini tərbiyə etsən, o zaman sən görəcəksən ki, məndə ən üstün qorxu olan o ölüm qorxusu ki var, o da yox oldu, getdi. Niyə görə? Çünki mən anladım ki, mən ölümsüzəm. Mən anladım ki, ondan gəlmişəm və ona qayıdacağam. Mən anladım ki, həmin anda mən bir bədəndən ibarət deyiləm. Sadəcə bu bir dondur. Bu Həyat adlı teatrda ifa etdiyim, oynadığım bir obrazdır. Və bu obrazı mən müəyyən bir ildən sonra dəyişəcəm və gəldiyim yerə də qayıdacam. Qopduğum mənbəyə qayıdacam. Həyətə düşmüşdüm oynamağa, evə qayıdacam. Evə qayıdanda da heç nəsiz qayıdacam. Yaxşı, bəs bu qorxular nədən ibarətdir? Niyə görə mən qorxdum ki, həmin o sosial maskanı öz üzümdən çıxardım? O anda insana artıq o qorxusu belə mənasız gəlir. Çünki sən sadəcə olaraq qorxunu anlamağınla, sən qorxduğun nüansları gözündə canlandırmağınla, sən anlayırsan ki, qorxuya 360 dərəcə bucaq dairəsindən baxmaqla. Sən demə, mənasız yerə mən illərimi qorxuya həsr edərək, mən sadəcə olaraq özümü tükətmişəm. Və bu səbəbə qayədən dostlar, hər zaman əgər bir qorxunuz varsa, qorxunuzun kök səbəbini və yaxud da ki, söykəndiyi inancı tapmaq istəyirsinizsə, özünüzə suallar verin. Mən müəyyən xəstəlikdən qorxuram. Tamam, mən bunu gördüm, bu halımı müşahidə etdim. İndi özümə sual verirəm. Mən nəyə görə bu xəstəlikdən qorxuram? Ən pis halda mən bu xəstəliyə tutulsam nə baş verəcək? Nə baş verəcək? Təkmi qalacaqsan, möhtacmı qalacaqsan, öləcəksənmi və yaxud da ki, digər bu kimi halların bir növ yazılı bir format daşıması. Yazıram. Tamam. Gedib tapırıq biz kökdə olan inancı və həmin inancdan sonraki mərhələni. Sonraki mərhələdən sonraki mərhələni. Görürük ki, artıq o qorxunun üzərinə mənim getməyim, suallar ünvanlayaraq, həmin o qaranlıq otağa daxil olaraq, orada lampanın işıqlanması üçün lazım olan o açarı axtarmağım, əlimlə divarı gəzməyim, bir müddət sonra o açarı tapmağıma səbəb olacaq. Və mən artıq düyməni basaraq işığı yandıracam. Görəcəm ki, sən demə, bu otaq qorxulu deyilmiş ki. Və bizim zehnimiz də bilinməzlikdən qorxur. Zehnimiz gələcəkdən qorxur. Buna görə biz gələcəyimizə görə qorxuruq. Narahatıq. Necə olacaq, nətər olacaq, necə dolanacam, uşağım hara daxil olacaq, harada xidmət göstərəcək və yaxud da ki,
Xəstələnəcəkmi? Xəstələnsə mən ona çarəni necə tapacağam? Bütün bunlar nədir? Gələcək qorxusu nədən ibarətdir? Biz şuuraltımızın əsarəti altında qaldığımıza görə gələcəyimizdən qorxuruq. Çünki şuuraltının özü keçmişdən qidalanır. Və biz həmin o keçmişdən qidalanan şuuraltının əsarətində qaldığımıza görə gələcəyimizi də keçmişə nəzərən qururuq. Keçmişə nəzərən qurulan bir gələcək necə ola bilər dostlar? Əlbəttə ki, keçmişin bir müəyyən qismi mənada şəkil dəyişən versiyası. Keçmişdən fərqlənməyən bir versiyası. Və bu keçmişdən fərqlənməyən versiyasını mən necə öz həyatıma çəkdim? Öz qorxularımla öz həyatıma çəkdim. Mən bunu anladım, mən bunu idrak elədim. Mən anladım ki, hal-hazırda yaşadığım həyatı mən bir neçə il öncə artıq öz həyatıma çəkmişəm. O qədəri, o tale yolunu mən özüm seçmişəm. Buna görə heç kim günahkar deyil. Buna görə mən günahkar da axtarmıram. Amma mən həmin anda anlayıram ki, mən sahib olduğumu sandığım o qorxuları bugün idrak eləsəm, bugün mən qorxuların fərqinə varsam, mən o qorxuları bir kənara qoyaraq, bundan sonraki həyatımı bir əbədi bahara çevirə bilərəm. Necə çevirə bilərəm əbədi bahara? Ən ali memar olan Allahı özümə memar seçərək. Onun əlindən tutaraq mən bunu edə bilərəm. Əks təqdirdə mən sadəcə olaraq mənim nəfsimə xidmət göstərən bir həyatı seçmiş olacağam. Amma ən xeyirlisini axı o bilir. Səni mutmain edəcək, sən bir gül axtarırsan, sən bir gülün dalınca gəzirsən, amma o sənə axı gül bağçasını hədiyyə edə bilər. O buna qadirdir. O buna sahibdir. Və sən bunu artıq idrak eləyərək sadəcə etməli olduğun nədir? Travmalarından, qorxularından, inanclarından, narahatlıqlarından, bilinməzliklərdən qurtulmağın üçün sadəcə olaraq onunla aranı düzəltməyin lazımdır. Bu da çətin bir şey deyil. Bunun üçün nə etmək lazımdır? O bizə bunu xəbər verir. Balaca uşaq nə etməlidir öz anasının ona köməyə gəlməsi üçün? Sadəcə səsləməlidir. Anası onu nəzarətdə saxlayır zaten. Niyə görə nəzarətdə saxlayır? Onun inkişafı üçün. O yıxılır, ona bir əl uzanır, o qalxması üçün və yaxud da ki, o əl uzanmır. Bu əlin uzanmamağı o demək deyil ki, ana onu sevmədi. O özü yerindən qalxmağı öyrənməlidir. Biz bu həyatda bəzən ayağımız büdrüyür və növbəti addım atmağa qorxuruq. Bu da bir qorxudur. Mən yıxıldım və durmağa qorxuram. Niyə görə? Sən niyə görə balaca bir uşaqdan böyük düşünə bilmirsən? Bunu özünə sual ver. Balaca bir uşaq yerə yıxılır və o əgər yıxıldığı yerdən qalxmağa cəhd göstərməsə, o gəzməyi öyrənə bilərmi? Xeyr, öyrənə bilməz. O sadəcə ömrü boyu ağlayıb sızlayacaq. O nə edir? Yıxılır, ağlayır və durur ayağa. Bir dəfə, iki dəfə, üç dəfə, hətta belə bir, belə deyək, deyim də var ki, bir uşaq ayağa durub gəzməyi öyrənənə kimi 300 dəfə yerə yıxılır. Bir reklamda bunu eşitmişdim, bəlkə siz də eşitmişsiniz. İndi bu uşaq nə etdi? Qorxunun üzərinə getdi. Və bizim də həmin o uşağın sahib olduğu xarakteri xüsusiyyətə bir sahibliyimiz var idi. Bizim o sahibliyimiz var idi. Amma biz o sahibliyimizi unutduq və yaxud da ki, o sahibliyimiz bizə unutturuldu. Amma unutturulmasına baxmayaraq mən bu gün onu xatırladım. Mən bir gün bildim ki, mən bir balaca uşaq kimi bu həyata yanaşmalıyam. Çünki baxın, balaca bir övladınız var, o kasıbçılıqdan qorxmur. 1 yaşındakı uşaq sabah ac qalacağam, nə yeyəcəm, nə geyinəcəm deyərəkdən bir narahatlıq, bir qorxu duyğusu sərgiləmir. Niyə? Çünki o təslimiyyətdədir. Uşaq təslimiyyət halında sayılır. Uşağı təslimiyyət halından kim çıxardır? Biz çıxardırıq. Necə çıxardırıq? Təbii ki, uşağa deyərək ki, olmaz,
Məsələn, bunu etsən belə olar. Öz yaşadığımız təcrübəni o uşağa xitabən deyirik. Əlvi vurma yandırar. Qoy yandırsın, bir dəfə yandıracaq, o anlayacaq. Amma onun əli yanmasa orada, o ömrü boyu o yanmanı xəyal eləyəcək. O təcrübəni o yaşamalıdır idrak eləməsi üçün. Çünki o uşaqdır. Buna görə də bioloji yaşı böyük, mənəvi yaşı kiçik olan, həmin o bugünkü uşaqlar olan bizlər, bizə nəsə deyiləndə ki, bunu etmə, bizim nəfsimizə ağır gəlir. Niyə görə mənə bunu dedi? Özü edib mənə niyə deyir etmə? Özü edib başı divara dəyib də ona görə sənə deyir etmə. Sən niyə görə öz ömrünün müəyyən bir gözəl ilini o payız yolunda həsr eləyəsən, qar yolunda həsr eləyəsən, gedəsən və qayıdasan üzgün formatda, düzgün olmayan formatda. O sənə görə dedi, sən anlamırsan. Burada sən uşaqlığını göstərirsən. Amma başqa nüansda təslimiyyət halında olan uşağın uşaqlığını sən göstərə bilmirsən. Uşaq Allahına güvənir, inanır, bilir ki, onu yedirdəcək. Sən amma yaşın çox olsa da o uşağın sərgilədiyi halı sərgiləyə bilmirsən. Uşaq həm də dostlar maskasızdır. Uşağın taxdığı bir sosial maska olmur. Maskasız olduğuna görə biz uşaqları sevirik. Niyə görə sevirik? Niyə görə bir balaca uşağın gülüşünü görəndə biz onu bir növ müəyyən bir davranış sərgiləyərək və yaxud qucaqlamaq, öpmək, bu kimi davranışları sərgiləmək istəyirik. Niyə görə? O maskasızdır, maskasız olduğuna görə o sevilir. Çünki onun gülüşü də təbiidir, onun ağlamağı da təbiidir, onun rəftarı da təbiidir. Və bütün bu təbiilik maskasızlıqdır, bütün bu təbiilik fitrət üzrə hərəkətin sərgilənməsidir. Və fitrət üzrə hərəkətin sərgilənməsinə görə biz onu sevirik. Ona görə də biz əgər dostlar bu həyatda o rabitəni qurmağa çalışanda, Allahla qeyd etdiyim o rabitə, əlaqəni bərpa edəndə biz yavaş-yavaş maskalarımızı çıxardacaq. Qorxu da bir maskadır. Mən əmin eləyirəm sizi, qorxu da bir maskadır və qorxu maskasını çıxardandan sonra görəcəksiniz ki, aşağıda mənim həqiqi kimliyim qalır, mənim həqiqi özüm qalır. İllüzyoner özü mən çıxartdım artıq öz üzümdən. İllüzyoner özüm üzümdən çıxdığına görə mən həqiqətən də sevinə bilirəm, mən həqiqətən də xoşbəxt ola bilirəm, mən həqiqətən də bir təsdiqə ehtiyac duymuram, mən həqiqətən də belə deyək, o sahib olduğumu sandığım əşyaları illüzyoner sintezlə desək, belə deyək də, insanı, maşını, evi, pulu, bunları itirəndə mən emosional reaksiya vermirəm. Niyə görə? Çünki mən həqiqi özümlə bərabərəm, həqiqi özümü tapmışam, nə gələnə sevinərəm, nə gedənə üzülərəm, pozisiyasındayam. Yəni bu cümləni sadəcə demək yox, bu cümləni hal olaraq emosional bədəndə sən hiss edirsən, yaşayırsan bu halı. Və yaşadığına görə də sən həm bütün maskalardan azad olmursan, çünki həmin o taxdığın qorxu maskası, inanc maskası, o nə deyər, bu nə deyər, mən bu davranışı sərgiləsəm, mən danışsam, mən öz azad fikrimi ifadə eləsəm, bəyənilmərəm, sevilmərəm, statusdan düşərəm, hörmətdən düşərəm kimi xarakteri xüsusiyyətləri, maskaları mən üzümdən çıxaranda, mən görürəm ki, mən həqiqətən də maskasız insanlarla qarşılaşıram. Qabağınızdakı insan niyə sizi aldadır? Çünki o bir maska taxıb. Sizin taxdığınız maskadan o da taxıb. Siz əgər üzünüzdəki maskanı çıxarsaz, qorxu maskasını çıxarsaz və mən kiminsə təsdiqini gözləmək üçün onu tərifləməliyəm kimi bir davranış sərgiləməsəz, o zaman nə baş verəcək? O insan ya gedəcək, ya da qalacaq. Ya gedəcək, ya qalacaq. Necə olur bu getmə və qalma prosesi? Nədən ibarət olur? Bax, mən öz qorxumdan azad oldum. Mən öz qorxumu kənara qoydum ki, mən bu davranışı sərgiləsəm, bu insanı itirəcəm. Mən itirməyi gözə alıram ki, necə olur olsun, mən bezdim artıq bu maskanı, bu yaxşı maskasını, bu fədakar maskasını, bu aşırı
sevən maskasını taxmaqda mən bezdim. Çünki bu maska mənim üzümdədir və mən nəfəs ala bilmirəm. Nəfəs ala bilmədiyimə görə mən bezirəm. Yoruluram. Yorulduğuma görə artıq mən öz rəftarımı, maskalı rəftarımı atıram kənara. Öz qorxu maskasını sifətimdən çıxardıram, qoyuram kənara və həqiqi kimliyimə dönürəm və o cür davranış sərgiləyirəm. Görürəm ki, qarşımdakı insan ya mənə uyumlanır, o da öz maskasını çıxarır, atır kənara və yaxud da ki, bunu edəcək cəsarətə sahib deyilsə, mənim həyatımdan o illüzyoner enerji, o sıxılan insan formatı götürülür və qoyulur kənara. Maskasız insan daxil olur həyatıma. Səmimi insan daxil olur həyatıma. Və siz nə qədər səmimisinizsə, o qədər tez ali həqiqətə çata bilərsiniz. Çünki səmimiyyətdir maskasızlıq. Çünki səmimiyyətdir həqiqi fitrəti üzrə yaşamaq. Çünki sənin həqiqi fitrətin nədən ibarətdir? Sevgidən ibarətdir. Qarşılıqsız sevgidən ibarətdir. Sənin həqiqi kimliyin, həqiqi özün. Niyə görə həqiqi özün qarşılıqsız sevgidən ibarətdir? Çünki sən öz Rəbbinin fəlsəfəsinə bax. Onu inkar edən, onu söyənə belə o yemək təminatını, günəş təminatını, hava təminatını, pul təminatını həyata keçirdir. Onun yaşamağı üçün labid olan hər bir illüzyoner sintezi, enerjini ona xitabən verir. Heç bir qarşılıq gözləmədən, söysə belə verir. Yəni, belə insanları görmüsünüz də öz Rəbbini təhqir eləyən, o dərəcədə məxluq, o dərəcədə səviyyəsiz, yəni heyvandan aşağı. Çünki heyvan Allahı zikr edir. Heyvandan aşağı məxluq səviyyəsində olanlardır Allahı küfr edənlər. Onlar belə yidizdirilir, içizdirilir. Yəni, burada bir sevgidən söhbət gedir. Görün, sizin Rəbbiniz nə qədər mərhəmətlidir, nə qədər rəhimlidir. O nə qədər sevgi doludur. Baxıb həsəd keçirməyin ki, Allahı inkar edən daha yaxşı yaşayır. Yox. O bugün həyatında olan o oyuncağa dalaraq o həyatı yaşayır. Və sən düşünmə ki, bugün sən sıxıntılar içərisindəsən. Yox, sıxıntılar səni bu həyatdan, həyat zəncirlərindən qurtulmağın və həqiqi azadlığa qovuşmağın üçündür. Pulun verdiyi xoşbəxtlik var, partnyorun verdiyi xoşbəxtlik var, maşının verdiyi xoşbəxtlik var. Baxın, hamısı bu 2 barmaq ölçüsü boydadır, dostlar. Və 2 günlük xoşbəxtliklərdir. Amma bir də var əbədi xoşbəxtlik. Bir də var ki, əbədi huzur. Bütün maskalardan arındığın anda onu görürsən, çünki görən gözlərin bağlıdır hal-hazırda. Qəlbin hal-hazırda onu hiss etmirsə, möhürlüdür o. Bu möhürü qırmaq sənin azad iradənə verilib. Ey Rəbbim, qəlbimdə səni hiss elətdir. Öz yolunda ayaqlarımı sabit qədəm et. Bunun sənin mental olaraq ifadə edə biləcəyin cümlələrdir. Enerjinin niyyət olaraq yönləndirilməsidir. Əgər sən bu yönləndirməni düzgün istiqamətə seçsən, sahib olduğun bütün maskaları çıxarıb atsan, bütün qorxularından azad olmaq istəsən əgər, ona yönəlsən, o səni təmizləyəcək. O sənin ruhunu palçıqdan təmizləyəcək. O palçıqdan yaradılan Adəmə üfürülən ruhu o palçıqdan təmizləyəcək. Sən görəcəksən ki, ruhsal pozisiyada olmaq nə deməkdir? Çünki ruh Allahın əmrindədir. Allahın əmrində olmağı nə deməkdir? Sevərək xidmət etmək. Gedirsən, məsələn, bir insana yardım edirsən. Bir pişiyi sahiblənirsən, həmin anda sənin içində elə bir hal yaranır ki, o halı heç bir pulla sən satın ala bilməzsən. Elə bir xoşbəxtlik halı, elə bir həqiqətən də mən bunu etməli idim, mən fitrətimə uyğun bir davranış sərgilədim halı səndə yaranır ki, yəni o emosiyanı, o halı, o
tüklərinin o biz olmasını sən başqa heç cür yarada bilmirsən. Heç bir dünya illüziyasını əldə etməklə. Bu haldır. Bu emosional olaraq yaşayacağın bir haldır. Bax, burada sən xidmətdəsən. Burada sən həqiqi fitrətin üzrə davranış sərgilirsən, özünü düşünmürsən, ətrafı düşünürsən, külli yaradılanı düşünürsən və özündən keçməyərək də sən bunu edirsən. Və sən o sahibləndiyin anda görürsən ki, sən bir canı qurtardın. Və bu sənə lütf olundu. Və burada əsas məsələ bilirsiniz nədir? Burada yenə sən deyilsən. Burada sən xeyrə vasitə qılındın. Sənə icarədar verilən əllə, əməllə, düşüncə ilə, təfəkkürlə, emosiya ilə bu icra olundu. Sən xeyrə vasitə qılındın həmin anda. Sən həmin anda xidmətkar qılındın. Sən həmin anda ruh Allahın əmrindədir halını yaşadın. O anda yaşadığın hal, o xoşbəxtlik, o qurtardığın cana baxdığın anda duyduğun zövq, feyz, səndə istəyirsənmi əbədi qalsın? İstəyirsənmi o bir ehtiyac sahibinin qapısına gedib müəyyən bir yardımda bulunanda və oradan bir təmənna güdməyərək, bir telefonla çəkib reklam etməyərək, sadəcə həmin anda qalaraq sən o xoşbəxtliyin dadını hiss elədinmi və o insana deyərək ki, əziz bacım, qardaşım, bunu edən mən deyiləm, mən burada bir vasitəyəm, mənə mahiyyət yükləmə, bunu edən Allahdır, ona təşəkkürünü et. Bu xidməti ondan görüb, alacağın gözəl sözləri də səndən keçərək ona yönəltməyi, bax, burada duyduğun o feyz, duyduğun o hal, hansı dünya illüziyası sən onu ala bilərsən? Bax, xidmət budur, dostlar. Və xidmətdə olmaq o demək deyil ki, siz yorulacaqsınız. Yox, siz xidmətdə olaraq siz o qədər gözəl hallara, o qədər gözəl vəziyyətlərə şahidlik, müşahidəçilik edəcəksiniz ki, bunu daha çox arzulayacaqsınız. Bugün sən bir boru olaraq bir ağacı suladın və sən burada anladın ki, mən bir boru olaraq suyun sahibi deyiləm. Mən sadəcə vasitəyəm suyun yönləndirilməsi üçün. Mən vasitəyəm sadəcə. Mən bunu idrak elədiyim anda Allah mənə lütf edir və borunun diametri artır. Artır. Görürsən ki, artıq sən bir ağacı yox, bir bağı suluyursan. Və bağı suluyursan, burada da sən özü bir şey zənn eləmirsən. Deyirsən ki, mən deyiləm bu edən. Ay insanlar, təşəkkür edirsiniz mənə. Mən deyiləm bunu edən, odur, ona təşəkkür eləyin. Sən bunu idrak eləyərək xitabında bulunursan bunu və artıq həmin anda görürsən ki, vasitə qılındığın insanların sayı artdı. Budur sənə göndərilənin səndən ötürülməsi. Səndən ötürülür, səndən yayılır, qidalanır insanlar, ağaclar, yaradılanlar. Və bu qidalanma prosesi daimi davam edir. Və sən artıq burada cüzi iradəvi külli iradəyə təslim eləyirsən. Təşəkkür edirəm hədiyyəyə görə. Təslimat necə getdi? Ya Rabbi, sən mənə bir seçim azadlığı verdin, eləmi? Təşəkkür edirəm. Mən bu seçimi sənə buraxıram. Sən seç mənim üçün. Mən bilmirəm necə. Təsəvvür edin ki, uşaq anası ilə müəyyən bir geyim almağa getdi. Uşaq nəyisə sevəcək, nəyisə istəyəcək. Amma bir də var ki, uşaq deyir ki, ana, mənim üçün xeyirli olanı sən bilirsən. Mən bilmirəm, mən ola bilər lazımsız bir şey istədim. Sən seç. Ana sizə deyir ki, sizi çox istədiyinə görə, əziz balam, nə istəyirsən al. Sən də deyirsən ki, ana, çox sağ ol da mənə bu seçimi verdi, mən minnətdaram sənə. Amma mən istəyirəm ki, sən seçəsən. Bax, həmin anda vəziyyət dəyişir. Həmin anda bütün külli kainat sizə xidmətkar qılınır. O sizə əlbəttə ən gözəlini verəcək. Ən gözəli nədir? Ən gözəli ondan ibarətdir ki, o daha yaxşı bilir. O bilir ən gözəli nədir, mən bilmərəm. Cüzi iradənin külli iradəyə təslimatı burada başlayır. Və burada başlayır və buradan da başlayır davam etməyə. Və düşünməyin ki, siz ona yönələndə heç nəsiz qalacaqsınız. Siz emosional olaraq tamlanacaqsınız,
Bütün qorxularınızdan arınacaqsınız, bütün travmalardan qurtulacaqsınız və heç bir travmanın sağalması üçün kiminsə yanına getməyinizə ehtiyacınız belə qalmayacaq. O sizi özü müalicə edəcək. Çünki onun bir həkim sifəti var, bir şəfa verən şafi sifəti var və o bu əsma ilə sizə yaxınlaşacaq, sizi bütövləşdirəcək.